xanım Zeynəb salamullahi aleyhanın ən ağır bir gecəsidir. Bu gecəyə Şam-ı Qəriban gecəsi deyərlər. Və bizim bu 10 gün ərzində nəticələrə bugün gəlmək istəyirəm. Və bu 10 gün ərzində bizim çıxışlarımız Peyğəmbər sallallahu aleyhi və səlləmin vəsiyyətləri, Peyğəmbərimizin Əhl-i Beyt haqqında, İmam Hüseyn, İmam Həsən haqqında dediyi hədislər, Quran ayətləri, bizlərə vəsiyyət elədiyi Peyğəmbərimizin Əhl-i Beyt, namaz, oruc, vaciblər və eyni zamanda Peyğəmbər Əhl-i Beytinə olan məhəbbət, Peyğəmbər Əhl-i Beytinə sadiqlik, vəfalıq, onların yanında hər zaman olmaq və nəticə. Nəticələr bundan mərhələyə gəldi, yetişdik, irəli gəldi ki, bunlar heç biri olmadı. Nə Peyğəmbər Əhl-i Beytinə insanlar sadiq qaldılar, nə Qur'anı qorumağa, nə Əhl-i Beyti qorumağa və bəlkə də Peyğəmbər Əhl-i Beytinə ən böyük sıxıntı və əziyyətlər verdilər. Nəticədə də hamısı İslam tarixində göz qabağındadır, görünən tərəflərdir. Amma Əhl-i Beyt buna rağmen Hz. İmam Hüseyn ağa öz canından keçməyi ilə bu yolu insanlara göstərdi ki, mən kiçik karvanımla, canımdan keçərəm, Allahın dini, Peyğəmbərin qoyduğu sünnə, qanunlar və vaciblər hamısı öz yerində qalsın və dəyişməz olsun və təhrif olunmasın. Biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin Əhl-i Beytindən sonra onun varisləri var idi. Varislər iki mərhələdən ibarətdir. Bivarislər var, bədvarislər var. Bivaris o adama deyilər ki, onun artıq heç kimi yoxdur. Yəni, o bivarisdir, özü təkdir və tök məsələlərini həll eləyir, ətrafı yox, evlad, uşaq yox, qohum, əqrəba yox. Və bir də var bədvaris. Və o da o mərhələlərdən ibarətdir ki, bu insanların işləri, çətinlikləri, ağrıları hamısı özləri ilə bir yerdədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin Əhl-i Beytindən belə insanlar var idi ki, onlar bədvaris oldular. Onların heç nəyi qalmadı. Onların ətrafı, yaxınları, əzizləri hamısı şəhadət şərbətindən keçdilər. Yəni, Peyğəmbərin əzizi Həzrət İmam Hüseynin ətrafında elə insanlar var idi ki, onlar evin yeganə insanları idi və onunla da onlar tamamlandılar. Bugün biz Azərbaycan xalqı olaraq biz hər zaman qapılarımızı Peyğəmbər və övliyaların, xüsusən imamətin əziz balalarının üzünü açmışıq. Bugün bu Azərbaycan xalqının sevgi və Azərbaycan xalqının Əhl-i Beyti olan inancı bu ilin, keçən ilin, ondan qabaqçı ilin deyil. Bu tarix 100 illərə, bəlkə ondan da qabaqçı illərə nümayiş elətdirir. Onu qeyd edeyim ki, sizə Azərbaycanda ilk məscid 743-cü il Peyğəmbərimizdən sonra xilafət dönəmində tikilən bir məscid Şamaxıda var və bu xalqın inancının, inamının irəli gəlməsini göstərir ki, Azərbaycan xalqı çox əvvəl dönəmlərdə bu xalq Əhl-i Beyt, Peyğəmbər sevən insanlar olurlar. Və ondan sonra bizim ziyarətgahlarımız olub. Rəhimə xanım ziyarətgahı Nardıran kəndində, Bibi Heybət ziyarətgahı və bu ziyarətgahların baniləri
ki bu günlərdə o ziyarətgahlarda əzadarlıq, hüzün məclisləri keçirilir. Onların hər biri insanların inanc, əqidə yerləridir və o inancdan irəli gəlir ki, o ziyarətgahları Azərbaycana o insanların gəlişində, onların qarşısına çıxan, onları evində saxlayan, onlara rəhm eləyən, onlara mərhəmət göstərən insanlar sonda isə onların ömürləri tamamlananda onların gözəl, toplum şəkildə insanlarla bir yerdə torpağa tapşırıb dəfn olunması və onların məzarlarını ziyarət olunması. Mən bu məsələyə niyə görə toxundum? Həzrəti xanım Zeynəb Salamullah əleyhanın bugünkü gecə Şam-ı Qəriban gecəsi çox ağır bir gecəsi idi. İmam Zeynəl-Abidin əleyhissalam elə ki Kərbəladan çıxanda gördü xanım Zeynəb ki, imam gözləri dolub, ağlayır, Kərbəladan getmək istəmir. Dedi, ya imam, ey zəmanəmin imamı, niyə getmirsən? Niyə qəmgin oldun? Ya imam, görmürsən körpələr, uşaqlar, bütün qadınlar, hamısı bizə həvalə olunub. Və sənə nə oldu ya imam? İmam baxdı, deyir, Kərbəla səhrasına özündən getdi. Atasının, əmisinin, bütün hamısının mübarək cənazələri ortada. Hələ bir söz də zalimlərdən deyildi ki, imama, bizim ölülərimiz torpağa tapşırıldı, amma sizinkilər torpaq üstündə qaldı. Bu imama çox təsir elədi. Xanım Zeynəb deyir, gəldi İmam Zeynəbin əleyhissalamı bağrına bastı, onu özünə qaytardı və bir dənə ona böyük təskinlilik verdi. Dedi, ya imam, sən zamanəmizin imamısan. Zaman gələcək ki, bir gün gələcək ki, onların məqbərələri elə hündür, elə gözəl tikiləcək ki, onlar insanlar tərəfindən seviləcək, insanlar, minlərlə insanlar gəlib onları ziyarət edəcəklər. Amma o bastırdıqları adamlar elə bastırdıqları kimi qalacaq. İmam Zeynəb əleyhissalam deyir, xanım bu Zeynəbin bu sözü mənə elə bir təsir yeri qoydu ki, və mən Kərbəladan bu imtiyazla, bu istəklə çıxdım. Bu gecə həqiqətən xanım Zeynəbin çox ağrılı, acılı gecəsidir. Hacı Həsən oxuyacaq, gözəl bu gecənin bir mərsiyəsi var. Gəlmişik ey dustilər, Şam-ı Qəribana biz, verməyə başsağlığı Zeynəb-i Nalana biz. Bütünlüklə bu gecə bütün insanlar Peyğəmbərimizin əziz nəvəsi xanım Zeynəb Salamullah əleyhaya başsağlıq ərz edirdilər. Onlara böyük səbir Allahdan diləyirdilər. Hərə bir sözlə xanım Zeynəbə təsəlli verirdi. Amma bu təsəllilər, bu sözlər xanım Zeynəbin qəlbində heç biri yer ala bilmirdi. Çünki elə bir şəxsiyyətləri itirmişdi ki, xanım Zeynəb üçün çox çətin idi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, deyir bir gün xanım Zeynəb salamullah aleyha deyir, Peyğəmbərin yanındaydım, xanım Zəhra salamullah anam ibadət eləyirdik. Peyğəmbər içəri daxil oldu. Mən ibadətimdə tamamlanandan sonra 3 dəfə İxlas surəsini oxudum. Möhtərəm möminlər, İxlas surəsini namazdan sonra oxumağın savabı böyüdür. 3 dəfədir İxlas surəsini oxudum.
hədis Biharul Ənvar kitabının 2-ci cildində öz yerini tapır.